Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Türkiye'nin bu kanalında İran müharibəsi ilə bağlı iddia, Azərbaycan hədəf göstərilir. Müharibə ilə bağlı şok, İran elan etdi. İranın yeni ali rəhbəri ilk açıqlamasında qisas vədi verdi, qonşu ölkələrə müraciət etdi. Sərhəddən xəbər. İran savaşı Ermənistanı silkələməyə başladı. İranın Naxçıvana dron hücumundan sonra Türkiyədə Azərbaycana qarşı başlanan kampaniya səngisədə. Sözçü TV yeni iddialarla missiyanı davam etdirir. Dünən Sözçü TV'də yayımlanan proqramda aparıcı Serdar Cebe iddia edir ki, İran müharibəsində Trump'ın masasına Azərbaycan variantı qoyulub. İrana cənubdan quru əməliyyatının keçirilməsi planı baş tutmayan Amerika, şimaldan, Azərbaycandan müdaxilə variantı üzərində düşünür. Adətən müharibə planı ilə bağlı məlumatlar beynəlxalq mediada ortaya çıxır. Belə bir məlumat, iddia, yaxud fikir nə beynəlxalq, nə də Amerika mediasında yoxdur. Sözçü isə Trump'ın masasına qoyulan Azərbaycan variantını özlərinin əldə etdiyi iddiasındadır. Bu məqam iddianın təkcə doğru olmadığını göstərmir. Həm də Azərbaycana qarşı məqsədyönlü şəkildə ortaya atıldığını deməyə əsas verir. İddianın davamında qeyd edirlər ki, müharibədən öncə Azərbaycana hərbi qüvvələrin toplandığı xəbərləri yayılmışdı. Belə bir məlumat olmayıb. Əksinə, Vensin regiona səfəri zamanı Amerikadan Ermənistana hərbi yüklərin daşındığı deyilirdi. Sözçünün diqqəti Ermənistanın yox, məhz Azərbaycanın üzərinə çəkməsi də Bakıya qarşı davamlı təbliğatın tərkib hissəsidir. Bu cür iddialar İran müharibəsində Azərbaycanın hədəf göstərilməsi məqsədi daşıyır. Siyasi şərhçi Asif Nərimanlı. İranın yeni dini lideri Müştəba Xameneyi xalqa ilk müraciətində Amerika və İsrailə qarşı yeni cəbhələrin açılacağının anonsunu verdi. Bildirdi ki, düşmənin az təcrübəyə malik olduğu və xüsusilə həssas olduğu bölgələrdə digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb. Müharibə vəziyyəti davam edərsə və məqsədə uyğun hesab olunarsa, həmin cəbhələr aktivləşdirilə bilər. Amerika və İsrailə qarşı İranın mümkün yeni cəbhəsi proksi qüvvələrini, Hizbullah, Husilər, İraqdakı milis qüvvələri və s. aktivləşdirməkdir. İndiyə qədər proksi qüvvələr müəyyən addımlar atsa da, prosesə tam həcmli qoşulduqları müşahidə edilmir. Müharibənin gedişatında bu qüvvələrin müharibəyə total şəkildə daxil olacağı istisna deyil. Lakin proksi qüvvələr ənənəvi cəbhədir. Müçtəba Xameneyi isə Amerika və İsrailin gözləmədiyi və həssas bölgələrdən hücuma keçəcəkləri xəbərdarlığını edir. İranın yeni cəbhənin açılması addımları ilə bağlı müəyyən təxminlər irəli sürmək mümkündür. Birinci, regionda və İranın təsir imkanlarının olduğu ölkələrdə Amerika və İsrail səfirliklərinə, eləcə də bu ölkələrin vətəndaşlarına kütləvi hücumların edilməsi. İkinci, Amerika daxilində qisas əməliyyatlarının keçirilməsi. FTB daha öncə mümkün risklərlə bağlı xəbərdarlıq etmişdi. Az ehtimal olsa da, Amerika sahillərinə yaxın ərazidəki gəmilərdən Kaliforniyaya dron hücumları qiymətləndirilir. Üçüncü, İranın inqilab ixracı coğrafiyası kimi gördüyü ölkələrdə gizli hücrələrin hərəkətə gətirilməsi. Bununla yanaşı, bölgədəki Amerika bazalarına zərbələr və proksi qüvvələrin ənənəvi hücumları da davam etdiriləcək. Hərçənd İran raket ehtiyatlarının tükənməsi fonunda yer hücumları, bazaların yerləşdiyi ölkələrdəki qruplar vasitəsilə mərhələsinə keçid edilə bilər. Tehran qonşu ölkələrə hücumları dayandırdığını elan etmişdi. Bu ssenari isə müharibənin regiona yayılması taktikasında növbəti mərhələ ola bilər. Siyasi şərhçi Asif Nərimanlı. İranın yeni ali rəhbəri Müçtəba Xameneyi xalqa ilk müraciətini edib. Telegraf xəbər verir ki, müraciət yerli kivlərdə yazılı formada yayımlanıb. İran lideri bildirib ki, Tehran qonşuları ilə dostluğa inanır və yalnız bu ölkələrdəki Amerika bazalarına hücum edir. Bu yaxınlarda Amerika hərbi bazalarına zərbələr indirdik və xəbərdarlıq etdiyimiz kimi qonşu ölkələrə hücum etmədən sadəcə bu bazalara hücum etdik. Qonşularımızla dostluğa inansaq da, gələcəkdə bu hərəkətləri davam etdirməyə məcbur olacağıq. O, bəzi qonşu ölkələri Amerika bazalarını bağlamağa çağırıb. Onlara Amerikanın təhlükəsizlik və sülhün qorunması ilə bağlı iddialarının yalandan başqa bir şey olmadığını artıq başa düşdükləri üçün Amerika bazalarına mümkün qədər tez bağlamağı məsləhət görürəm. Ölkə başçısı söyləyib ki, İran hücumlar zamanı vurduğu ziyana görə Amerikadan təzminat tələb edəcək.
Vurğulamaq vacibdir ki, istənilən halda düşməndən təzminat tələb edəcəyik. Əgər onlar imtina etsələr, zəruri hesab etdiyimiz qədər əmlaklarını alacağıq. Əgər bu mümkün olmasa, onlara da oxşar zərər vuracağıq. Müçtəba Xameneyinin sözlərinə görə, İran müharibə zamanı həlak olanların qisasını almaqdan çəkinməyəcək. Şəhidlərimizin qan intiqamını almaqdan vaz keçməyəcəyik. Planlaşdırdığımız qisas yalnız inqilabın böyük liderinin, Əli Xameneyi, şəhidliyi ilə məhdudlaşmır. Düşmən tərəfindən öldürülən millətimizin hər nəfəri ayrıca qisas səbəb olacaq. Əlbəttə, bu qisasın bir hissəsi artıq alınıb. Amma bu iş başa çatana qədər bu məsələ prioritet olaraq qalacaq. Hürmüz boğazı ilə bağlı durumla əlaqədar isə bəyan edib ki, İran bu su yolunu bağlamaq qabiliyyətini qurmalıdır. Əlbəttə, Hürmüz boğazının blokadasından istifadə davam etdirilməlidir. Digər cəbhələrin açılması üçün də araşdırmalar aparılır. Ermənistan hələlik yaxın şərqdəki vəziyyətin ciddi təsirini hiss etməyib. Lakin qiymətlərin mümkün artımı da daxil olmaqla iqtisadi nəticələr daha sonra özünü göstərə bilər. Bunu Ermənistan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen Ivanov deyib. Onun sözlərinə görə, əsas risklər təchizat zəncirlərinin pozulması və dəniz nəqliyyatının artan qiymətləri ilə bağlıdır. Gəmi yükdaşıma tarifləri təxminən 30% artıb və bu, qaçılmaz olaraq, Ermənistan da daxil olmaqla malların və xam malın son qiymətinə təsir edəcək. Logistika dövrləri olduqca uzun olduğundan təsir gecikməklə özünü göstərəcək. Orta hesabla malların çatdırılması 30 gündən 40 günə qədər və ya daha çox çəkir. Buna görə də mümkün qiymət artımları sonradan nəzərə çarpacaq. Ermənistanın bəzi yükləri artıq daşınma zamanı çətinliklərlə üzləşir. Xüsusilə yüklərdən biri İranın Bəndər Abbas limanı əvəzinə Fələstində boşaldılıb. Bu, Ermənistan şirkətləri üçün real problemlər yaradır. İndi belə yüklərin geri qaytarılması məsələsi həll olunmalıdır. Rusiya və yaxın şərqdəki tərəfdaşların məlumatlarına istinadən Ivanov əlavə edib ki, bir sıra malın qiyməti artıq artmağa başlayıb. İlkin hesablamalara görə artım 15%-dən 20%-ə qədər təşkil edir. Lakin bu tendensiya sürətlənə bilər. Ermənistan iqtisadiyyatı üçün əlavə risk, İrəvan üçün vacib ticarət tərəfdaşı olaraq qalan İrandan xam mal tədarükünün azalması mümkündür. Ermənistan bazarı tezliklə bu məhdudiyyətlərin təsirini hiss etməyə başlayacaq və sahibkarlar alternativ xam mal mənbələri və yeni logistika marşrutları axtarmalı olacaqlar. Ayrı bir problem alternativ yolların həddindən artıq yüklənməsidir. Münaqişə fonunda bəzi yük axınları Gürcüstan ərazisindən, xüsusən də Poti və Batumi limanlarından, eləcə də yuxarı Lars-Kazbegi keçid məntəqəsindən quru yolu ilə istiqamətini dəyişir. Lakin bu limanların infrastrukturu daşıma həcmlərinin kəskin artımını idarə etmək üçün nəzərdə tutulmayıb. Bu da növbələrə və gecikmələrə səbəb ola bilər. Əvvəllər Çindən gələn konteyner İran vasitəsilə orta hesabla 40-45 günə çatırdısa, indi bu müddət təxminən 2 qat arta bilər.